İnsan bu cür əlamətlər gündə Allah dünyadan köçənlərinizə rəhmət eləsin. Bu cür gözəl günlərdə arzulayır, daha çox arzulayır dünyadan köçənlərin. Ruhu şad olsun. Mən də bir neçə ay əvvəl yaxın dostumu itirdim. Hacı Arif Büzoğlu, bizim dəyərli tədqiqatçı şair Qəzəlxan. Allah məkanın cənnət qərar versin inşallah. Mən istəyirəm bugün Hacı Arif yaradıcılığına müraciət edeyim məclisin qapalı hissəsində. Rəvan qardaşım mənə dəvət elədi, düzdür, amma məclisin açıq hissəsində bizdə yəni adət-ənənəyə uyğun olaraq, yəni qayda qanunla ağsaqqallarındır söz. İnşallah mənə üzürü sayarlar və bura birinci çıxıb söz deməyimi mənə irad bilməzlər inşallah, irad tutmazlar. İnşallah mən ondan bir gözəl şeir deyəcəm. Amma sizdən çox xahiş edirəm ki, bu şeiri diqqətlə dinləyin. Şeirin adı Arzular Yaşasındır. Şəhidlərimizə həsr olunub, şəhidlərimiz anılacaq inşallah bugün. Allah qanıyla, canıyla bizə 44 gün ərzində zəfər yaşadan qeyrətli şəhid qardaşlarımızı qəni-qəni rəhmət eləsin. Mən bugün onların ruhu qarşısında baş əyirəm. Həm bu möhtəşəm əsəri ortaya qoyduğuna görə qardaşım Hacı Arif Büzoğlu'nun da ruhu qarşısında baş əyirəm. Ey şair könlümdən məna istəyən, ey şair könlümdən məna istəyən, ey söz anlamağa qadirəm deyən, dinlə nəfəsimdən doğan ahəngi, İlhamım toxuyur məna çələngi. Rəng-rəng gül bitirir gülzarı sözün, könlünə yatanı seç götür özün. Yuh həsəd tozunu məna selində, anla mətləbimi şeirin dilində. Bir özündən soruş kimsən, nəçisən, bu fani dünyaya nə üçün gəlmisən? Hansı siyahıya yazılıb adın, həmin siyahıdan nədir muradın? Nəzakət bağından çiçək dərmisən, bir yetim gözündə sağ ol görmüsən, bir özgə dərdinə vermisən kürək, bir yıxılan kəsə durmusan dirək, bir qapı açmısan gediş gəliş üçün, dodaq tərpətmisən bir xeyriş üçün, yad kəs üçün gözündən yaş axıtmısan, köməyə yetmisən, dağda satmısan, sönən bir ocaq üçün üfürmüsən köz, özün danışanda eşitmisən söz, yoxdursa cavabın bu suallara, onda bəs sən hara, insanlıq hara, heçdən də aşağı sayılır həmən, döşünə döyərək dediyin mən. Mən üçün etməyib xəlq səni xaliq, əməl gör, olasan xaliqə layiq. Kimsə canın verib səadətin üçün, qan töküb bu gülən qiyafətin üçün, edib həyatını, ömrünü bərbad, ta ki sən olasan qüssədən azad. Səndə güc yoxdursa qurban getməyə, səndə güc yoxdursa qurban getməyə, vaxtsız bu dünyaya vida etməyə, əl çək qürurundan, düş dizi üstə, şəhid məzarında çöküb üzr istə. Soyuq baş daşına üzünü söykə, üzr istə gözündən yaş tökə-tökə. Ona ölmək üçün verilən həyat, sən yaşadığından üstündür qat-qat. Onun yataq yeri qara torpaqdır, o torpaq xalçandan sənin yumşaqdır. Onun baş daşının saldığı kölgə, sənin sarayından sərindir bəlkə. Sənin pənahındır gedəri dövlət, onunsa pənahı Allahdır fəqət. Sənin qulluğunda durur qul, nökər, onun köməyinə gəlir Peyğəmbər. Sənin şeytan çəkir başına tumar, ona çəkir məlhəm Heydər-i Kərrar. O, Şah-ı Kərbəla yolunu seçib, sənə xain olmaq bəs kimdən keçib?
vaxtın var, nə qədər dünyada varsan, özünü insan tək göstər, ol insan, uyma cahillərdə, cəfəngiyyata, ariflər gözüyle bax bu həyata. Gecə nur damcısın bilsən qənimət, səhər zülmət satar sənə təbiyyət. Bugün sındırdığın günahsız ürək, sabah öz boynunu şikəst edəcək. Ömrü bada verib çəkmə əziyyət, fani olan şeyə nə bəzək zinət. Sənin min bağçanda açılan deyil, bir şəhid köksündə açan qızıl gül. Hak yolda kamil et etiqadını, hak yolda kamil et etiqadını, özündən uza tut şəhid adını, baş əy o müqəddəs varlıq önündə, qoy üzün ağ olsun həşrin günündə. Yaşat ki qalmasın həyatdan kənar, şəhid ürəyində ölən arzular, şəhid ürəyində ölən arzular. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Məkanları cənnət olsun inşallah. İnşallah gözəl Azərbaycanımızın gözəl himninin sədaları altında şəhidlərimizi anacaq. Buyurun.